Hər kəsə salam. Dünən arıqlama iynələri haqqında danışaqmı deyə bir story paylaşdım. Geri dönüşlər çox oldu. Düşünürəm bu mövzu hamı üçün maraqlıdır. Ona görə istəyirəm bu mövzu haqqında daha ətraflı danışım. Kimlərə təyin olunur, hansı dozalarda, hansı növləri var, yan təsirləri nələrdir? Öncəliklə qəbul etməliyik ki, obezite, yəni piyələnmə müalicəsi olan xroniki bir xəstəlikdir. Burada farmakoterapiya, yəni dərman müalicəsi mümkündür, amma həyat tərzi dəyişikliyi ilə bərabər olmalıdır. Həyat tərzi dəyişikliyi etmədən dərman müalicəsi etmək düzgün yanaşma deyil. Həyat tərzi dəyişikliyi deyəndə nəyi nəzərdə tuturuq? Qidalanma dəyişilməlidir, sağlam qidalanmaya keçirilməlidir və fiziki aktivlik artırılmalıdır. Yəni ən azı həftədə 4-5 dəfə 30-40 dəqiqə yürüyüş edilməlidir. Bunları edərək farmakoterapiyada aparmaq mümkündür. Və bu arıqlama iynələri kimlərə təyin olunur? Bədən kütlə indeksi 30-dan yuxarı olanlara, amma bədən kütlə indeksi 27-29.9 arası olanlara yanaşı xəstəliyi varsa təyin edilə bilər. Yanaşı xəstəlik, yəni şəkərli diabetdir, ürək-damar xəstəlikləridir. Arıqlama iynələri şəkərli diabet və obezitədə istifadə olunan GLP-1 reseptor aqonisti adlı dərman qrupudur. Bu qrupun nümayəndələri liraglutid, semaglutid, tirzepatid və digərləridir. Onların mexanizmi nədən ibarətdir? Mədə-altı vəzin beta hüceyrələrinin şəkərə duyarlılığını artırır, qastrik boşalmanı gecikdirir ki, bu da doyma hissinin artmasına səbəb olur. Üçüncü, insulin sekresiyasını artırır, amma qanda şəkərin səviyyəsinə görə. Ona görə də hipoqlikemi halları görülmür. Yan təsirləri nədən ibarətdir? Ürək bulanma, qusma, diareya, qarın ağrısı, ötkü səsi daşı, pankreatit kimi hallar müşahidə oluna bilər.